Xaricdə yaşayan və 10 ildə Azərbaycana gəlməyən dostumuz bizə zəng elədi ki, Azərbaycana sizə qonaq gəlirəm. Səndən yemək süfrəsi istəmirəm. Mən ilk çay süfrəsinə oturmaq istəyirəm. Azərbaycanlı olaraq gələn qonağa ilk çay təklif edirik, amma bu mənim üçün belə deyil. Mənim qonağımın süfrəsi öncədən hazır olmalıdır. Gəlib hazır süfrəyə otururlar. Özəl qonaqlarım üçün özəl qabları da emsandan almışam. 90% qablar mətbəximdə demək olar emsana aiddir. Amma mənim üçün bütün qonaqlarım özəldir. Mən ümumiyyətlə qohumlarımı, qohumluq əlaqələrini çox sevirəm. Həm ata tərəf, həm ana tərəf mənim üçün çox əzizdir. Bacardığım qədər evimə gələn qonağı üçün ən yaxşısını etməyə çalışıram. Evimə gələn qonaq mənim başımın tacıdır. Hər üzə qarşılayar, gülər-üzə yola salaram. Qonaq gələn evdə rəhmət və bərəkət olar. Amma artıq o keçmişdə qalıb. Özəl qablar, özəl sunumlar yalnız qonaqlar üçündür. Sizin özünüz də dəyərlisiniz. Sizin özünüz də bu həyatda qonaqsınız. Ona görə hər zaman ailəniz və özünüz üçün də belə gözəl qablarla, gözəl sunumlarla ürəyinizi və qəlbinizi xoş edin. Digər videolarımda da səslənirəm. Analarımızdan bizə qalan bir fikir var ki, ən gözəl qablar, ən gözəl sunumlar yalnız qonaqlar üçündür. Hər gün bir sözü özünüzə təkrar edin. Siz hər şeyin ən gözəlinə layiqsiniz. Süfrəm hazırdır, qonaqlarım da gəldi. Mən gedim qonaqlarımı qarşılayım. Siz də videonun rəy bölünə fikirlərinizi yazın.